Bu sahəni öyrənmək istəyən insanlara istərdim ki, lakonik şəkildə bir dənə belə təlimat verək buradan. Gələk bu suala ki, kimlər bu işi bacara bilər? Rəqəmlərlə işləməyə arası olan şəxslər. Dost olanlar. Dost olanlar. Şərt deyil ki, bacarır yoxsa yox. Bacarır ikinci sualdır. Bacarır da təbii ki, vacibdir. Amma işləmək ona narahat eləmir ki. Əgər narahat eləyirsə bir müddət sonra işdən soyuyacaq. Performansını aşağı salacaq. Amma ola bilər ki, riyaziyyatı zəifdir, amma həvəsi var. Bunda alınacaq. Qısacası, Deməli, riyaziyyatı zəifdir, ancaq deməli, bu işə həvəsi varsa, onda alına bilər mühasibatlı. Bəli. Yəni, burada bizim istifadə etdiyimiz riyaziyyat, təbii ki, gündəlik təkrarlanan hadisələrdən danışıram. Vurma, toplama və s. bu əməliyyatlardan, yəni biz orada qəliz loqaritmik hesablamalardan istifadə eləmirik. Heç kim buna baxmır da. Yəni Excel var bir halda ki, bütün formulaları mühasib orada yazır və proses avtomatlaşıb. Heç kim sizdən qəliz formulalar istəmir. Başlanğıc üçün tövsiyəm nə olardı? Kurs ola bilər. Bir mentor ola bilər, oturub bir xəritə çəksinlər özlərinə ki, mən hara getmək istəyirəm, mən maliyyənin, mühasibatın hansı sahəsinə yönəlmək istəyirəm. Bunu müəyyən edəndən sonra artıq o pilləkənlər görünən olacaq ki, biz hansı yollardan keçməliyik. Bu ola bilər sertifikat olsun, ola bilər təcrübə yolu ilə öyrənmək olsun, ola bilər ki, məsələn, özünün böyük qardaşı, bacısı, tələbə yoldaşı və s. onlarla məsləhətləşmək ola bilər. Qısacası bu işi bilən şəxslərlə məsləhətləşmək. Bu şəxs ola bilər kitab olacaq. Fiziki şəxs olmaya da bilər, amma mütləq qaydada kimlənsə bir tövsiyə eləsinlər. Və hamı da alına bilər bu stereotiplər qoyaq kənara. Heç bir mühasib, təbii ki, burada analitik düşüncə vacibdir, amma qəliz riyazi hesablamalar istifadə eləmir. Hamı bacara bilər bu işi, sadəcə vaxt sərf eləmək lazımdır. Və istək olmalıdır. Əlbəttə.